Cəbiş müəllim. Bir işim düşüb siz axı. Buyurun. Bəlkə bizim bu Namiqin başına ağıl qoyasın. Sizin dərsinizdən 2 almağı bir yana, evdə də aləmi qatır bir-birinə. Atası deyir, fikir vermə, uşaqdır, böyüyüb düzələr. Amma mən deyirəm, necə olsa siz təcrübəli müəllimsiz, bir qulaq vurması verirsiniz ona. Əlbəttə, çox istedadlı olandır. Film və teatr səhnəmizin ən gözəl simalarından biri. Azərbaycanın ilk bahar qızı kimi yadda qalan Səfurə İbrahimova. Onun həyatı səhnədə parlaq, pərdə arxasında isə dərin kədər və tənha duyğularla dolu idi. 1938-ci il dekabrın 27-sində Bakıda dünyaya gələn Səfurə hələ məktəbli olarkən Həyat öyrədir qısa metrajlı filmində çəkilərək sənətə ilk addımını atır. Əslində həkim olmaq istəyirdi, amma son imtahandan kəsilməsi onun taleyini dəyişir. 1960-cı ildə Teatr İnstitutunun Dram və Kino Aktyorluğu fakültəsinə daxil olur və artıq 1-ci kursda Ana ürəyi tamaşasında xatirə rolu ilə səhnəyə çıxır. 1961-ci ildə Akademik Dram Teatrının truppasına qəbul olan gənc aktrisa səhnədə Hökümə Qurbanova və Fatma Qədiri kimi nəhəng sənətkarlarla tərəf müqabili olur. 1967-ci ildə isə Novruz bayramında Azərbaycanın ilk bahar qızı seçilərək xalqın sevgisini qazanır. Bir gör şlafanı nə günə qoymusan? Bir daxı bu tifillər lap balacadır. Anaları olmasa ölərlər. Yaxşı qulluq eləsin ölməzlər. O ki qaldı şilapa, təzəsini alarıq. Mən qaydandan sonra. Qaydandan sonra? Harda? Teatrda ulduzu sürətlə parlayan Səfurə İbrahimova kino dünyasında da diqqət çəkir. Sevil filmindəki Dilbər obrazı isə ailəsində narazılıq yaradır. O illəri belə xatırlayırdı. Anam bu sənəti seçdiyim üçün mənə qarğış edirdi. Gözəlliyi ilə dillərə düşən aktrisaya dövrün bir çox məşhur aktyorları evlilik təklif etsə də, o uzun müddət həyatını səhnəyə həsr edir. Yalnız 36 yaşında ailə qurur, amma bu xoşbəxtlik uzun sürmür. Övladı olmadığı üçün cəmi 5 ildən sonra yollar ayrılır. Bu ayrılığı o belə izah edirdi. Onu övladsız qoymağa haqqım yox idi. O ailə qurdu, övladı da oldu. O məndən boşandı da, mən yox, mən ərizə vermədim, yox. O məndən boşandı. Ona görə ki, əvvəla o uşaq istəyirdi. Arzularım olurdu əvvəllər ki, mən necə deyirlər, evlad istəyirdim yoldaşım olanda da, istəyirdim, çox istəyirdim. Alınmadı da, mənə həkim deyəndən sonra ki, olmayacaq. Sonralar bütün varlığı ilə sənətə bağlanan aktrisa təkliyə alışır. Arşın mal alan, Pulu var gələrəm, Dilirəm gələrsən, belə yarımsan. ah belə canımsan. o qızı tapın, Nə deyəmsən? Çıx get. Sən bütün məhəlləni yuxudan oyatdın. tütək səsi, Qara kağız alan tək sən deyilsən. İndi biz neyniyik? Deyirsən sənin kimi deyək. bizim Cəbiş müəllim, Qaydandan sonra? Harda? alma almaya bənzər, qaynana, Yox, Cənnət xala. Bax sən Allah, məni belə şeylərə qarışdırma ginən. Az qorxma içəridə Mən bacarmaram, Gəl qorxuram. keç içəri. Sən keç içəri. Ağız qıdıqlama mən deyirəm sənə. Qıdıqlama da. Ağız çıxırma yaman çıx o. Dərviş Parisi partladır. Xanım, qoy Paris dağılsın. Orada yaman adamlar var. O şəkillərdə görmədiniz xanım. Lüt arvadları kişilərlə gəzirlər. Yəni məni tanımadın? Həvə? Sahilsiz gecə kimi filmlərdə yaratdığı obrazlarla yaddaşlara həkk olunur. 2002-ci ildə 64 yaşında xalq artisti fəxri adına layiq görülən aktrisa 2005-ci ildə uzun illər çalışdığı Akademik Milli Dram Teatrını tərk edir.
Ömrünün son illərini isə demək olar ki, tam tənhalıqda keçirir. Bəzən kövrələrək deyirdi. Tamaşaçılarım sağ olsun, məni tanıyırlar. Amma qohumlarımın bəziləri mənə qarşıdır. Mən ağlayıram. Deyirəm ki, tamaşaçılarım sağ olsun, məni tanıyırlar, amma mənim qohumlarımdan bəziləri mənə qarşı. 2020-ci ilin noyabrında qonşuları ondan xəbər ala bilmədikdə aidiyyəti qurumlara müraciət edirlər. Aktrisa evində huşsuz vəziyyətdə tapılır. Uzun sürən xəstəlikdən əziyyət çəkən Səfurə İbrahimova 21 dekabr 2020-ci ildə dünyasını dəyişir. O, Yasamal qəbristanlığında dəfn olunur. Səhnədə alqışlarla qarşılanan bir həyat. Pərdə arxasında isə səssiz, tənha bir ömür. Belə təsirli həyat hekayələrinin davamı üçün kanala abunə olun